37-ci sualdan davam edirik. Eyni səsin müxtəlif hərflərlə ifadə olunduğu sözlərin cərgəsini müəyyən edin. Səs eyni olsun, müxtəlif hərflərdən yazılsın. Ambar. Ambar sözündə məsələn m səsi var. Mənbə sözündə birinci m-dan yazılan ilə m səsini verir. İki sözün ikisində də eyni səs var. Demək, m səsi var hər iki sözdə. Həmin o m səsi bir dəfə n hərfindən yazılıbdır, bir dəfə də m hərfindən yazılıbdır. Elə cavabımız olur A variantı. 38-ci sual. Yazılışı ilə deyilişi fərqlənməyən qoşu samitli sözlərin cərgəsini seçin. Əlbəttə fərqlənir, mürəkkəb fərqlənir, 50 fərqlənmir. 8 fərqlənir, güllə fərqlənmir, amma fərqlənmir. Bənna fərqlənmir, güllə fərqlənmir, addım fərqlənmir. Cavabımız C variantıdır. Şillə fərqlənmir, tap, bıltı fərqlənir, hətta fərqlənir. 39. Qonaq sözünün son samiti nə zaman x samitinin cingiltili qarşılığı kimi tələffüz edilir? Demək, x samitinin cingiltili qarşılığı x-dır. Biz necə edək ki, söz qonaq formasında tələffüz olunsun? Otağı sözündən əvvəl işlənərkən. Bəli, elə cavabımız A variantıdır. Çünki otağı sözü saitdən başlayan sözdür və sonu qıdan bitən sözlər saitdən başlayan şəkilçi artıranda qığı əvəzləməsi baş verirsə, saitdən başlayan söz də artıranda qığı əvəzlənməsi baş verir. Qonağın sait artıranda qığı əvəzlənməsi baş verdi. Demək, söz də artıranda qığı əvəzlənməsi baş vermiş olur. 40-cı sual. Çörək otu sözünün tələffüzündə hansı səs yoxdur? Çörək otu deyilərkən k, y kimi tələffüz olunur. Çünki özündən sonra saitdən başlayan söz gəlir. Burada demək, hansı səs yoxdur? K səsi yoxdur. Cavabımız olur A variantı. 41. Hansı birləşmədə birinci sözün yazılışı ilə deyilişi fərqlənmir? Sümbül sözü fərqlənir, n kimi deyilir. Pələng fərqlənir, çünki özündən sonra samit gəlir. Armud ağacı fərqlənmir. D-dan bitir, özündən sonra saitdən başlayan söz gəlir deyə D olduğu kimi qalır. Qonaq otağında demək qıdan bitir, özündən sonra saitdən başlayan söz gəlir. Q əvəzlənməsi baş verir. Cavabımız olur C variantı. 42-ci sual. Hansı sözdə k əvəzlənməsinin olduğunu əminliklə demək mümkündür? Baxaq. Böyüyə sözündə demək k əvəzlənməsi. Böyüyə sözündə ola da bilər, olmaya da bilər. Çünki, məsələn, deyərəm ki, kaş o böyüyə. Bu formada desəm, böyük sözün kökü olar, y bitişdirici samit, arzu şəklinin şəkilçisi olur. Bir də, məsələn, böyüyə qulaq asarlar. Bu formada desəm, bu zaman böyü sözün köküdür, böyü. Böyüdən böyük əmələ gəlir. Burada k-yi əvəzləməsi baş verir. Böyük, ədə yönlü kalın şəkilçisi olur. Yəni, böyüyə sözündə demək olar da, olmaz da. Əriyə, demək, ərik kimi götürsək sözü, məsələn, əriyə baxdım, ərik, meyvə ərik mənasında. Ərik, burada k-yi əvəzləməsi baş verir. Bir də, məsələn, deyərəm ki, qar əriyə. Burada ərimək feilindən söhbət gedər, y bitişdirici samit, arzu şəklinin şəkilçisi. Yəni, bunu da iki cür düşünə bildik. Dəliyə. Bir dəfə sözü götürsək, dəli, sözün kökünü dəli kimi götürsək, y bitişdirici samit, yönlü kal şəkilçisi. Bu cürə düşünə bilərik. Bir dəfə də dəlik mənasında düşünsək, dəlik sözün kökü, yönlü kal şəkilçisi olar. Kəpənəyə sözündə sözün kökü kəpənəkdir. Nədir? Yönlü kal şəkilçisidir. Demək, kəpənək sözündə başqa cürə düşünə bilmirik. Əminliklə burada deyirik ki, söz nədir? Söz kəpənəkdir. Kəpənək. Və
saitdən başlayan şəkilçi artırıldığına görə k-yi əvəzləməsi baş veribdir. Cavabımız olur C variantı. 43. Hansı cümlədə fərqləndirilmiş sözün bu cür tələffüzü yanlışdır? Meşəbəyi düzgündür. Amma B variantında uşaq düzgün deyil. Burada ğ olmalıdır. Çünki özündən sonra saitdən başlayan söz gəlir. Cavabımız B variantıdır. 44. Hansı sözə saitdən başlayan şəkilçi artırsaq, k-yi əvəzlənməsi baş verər. Baxaq. Malikin baş vermədi. İdrakin baş vermədi. Təbrikin baş vermədi. Amma çörəyin, çörək sözünə saitdən başlayan şəkilçi artırdıqda k-yi əvəzləməsi baş verir. Cavabımız C variantıdır. 45. Hansı sözdə kar cingiltili samit cütlüyü işlənmişdir? Yəni kar cingiltili samit cütlüyü o deməkdir ki, məsələn, b varsa p da olsun. Əlbəttə, bax elə budur, əlbəttə sözündə. T da var, d da var. Cavabımız olur A variantı. 46. Bulut və ağac sözlərinə heç bir şəkilçi artırmadan yalnız hal şəkilçisi artırılmışdır. Sizcə tələffüz zamanı hansı halda söz kökündəki sonuncu samit kar tələffüz olunar? Nə zaman kar tələffüz olunar? Əgər biz samitdən başlayan şəkilçi artırsaq. Baxın, bir-bir yazaq. Yəlik halda buludun və ağacın cingiltili tələffüz olunur. Təsirli halda buludu və ağacı yenə cingiltili tələffüz olunur. Yönlük halda buluda, ağaca yenə cingiltili tələffüz olunur. Çıxışlı halda buluddan yazılır. Necə tələffüz olunmalıdır? Buluddan. Ağacdan yazılmalıdır. Ağacdan tələffüz olunmalıdır. Yəni ki, hansı qaydaya aiddir? B, D, G, C qaydasına aiddir ki, özündən sonra saitdən başlayan şəkilçi və ya söz gəldikdə cingiltili tələffüz olunur. Samitdən başlayan şəkilçi və ya söz gəldikdə kar tələffüz olunur. Cavabımız olur D variantı. 47. Kəpənək sözünün son samiti nə vaxt ilk samitinin cingiltili qarşılığı ilə əvəz olunur? İlk samitinin də cingiltili qarşılığı y-dır. Sözü mənsubiyyətə görə dəyişdirdikdə. Bəli. Məsələn, kəpənəyim. Yəni, mənsubiyyət şəkilçisi saitdən başlayan şəkilçidir. Bu zaman k-yi əvəzləməsi baş verər. Sözə çıxışlı hal şəkilçisi artırdıqda kəpənəkdən ilk formasında tələffüz olunur. Sözə cəm şəkilçisi artırsaq, yenə ilk formasında tələffüz olunur. Özündən sonra tutmaq sözünü işlətsək, yenə ilk formasında tələffüz olunur. Cavabımız A variantı olur. 48. Armud sözünün son samitinin kar və ya cingiltili olduğunu necə bilmək olar? Ümumiyyətlə, belə bir qaydamız var ki, söz sonundakı samitin kar və ya cingiltili olduğunu necə bilirik? Saitdən başlayan şəkilçi və söz artıraraq. Demək, burada özündən sonra ağac sözünü işlətməklə bilə bilərik. Cavabımız B variantıdır. Budaq sözünü artırsaq özündən sonra kar tələffüz olunar. Heç bir şəkilçi və ya söz artırmasaq yenə kar tələffüz olunar. Lar şəkilçisi artırsaq yenə kar tələffüz olunur. 49. Hansı cümlədə fərqləndirilmiş sözün bu cür tələffüzü yanlışdır? Balaca uşaq oyuncağı ilə oynayırdı. Bu düzdür. Uşağı kimi tələffüz olunur. Çünki özündən sonra saitdən başlayan söz gəlib. İşıq. Burada da düzgündür. Çünki özündən sonra samitdən başlayan söz gəlib. Aynur açıq qırmızı. Baxın, burada artıq deyiliş yanlış verilibdir. Tək sirrim çoxdur, məni bağışlayın. Aha, cavabımız olmalıdır C variantı. 50-ci sual. Eyler-Wien diaqramına əsasən fərqləndirilmiş hissəyə yazıla bilər. Yəni ikisinə də ortaq. Tərkibində kar samit yoxdur. Minbər sözündə yoxdur, amma pambıq sözündə p, sonra x kar samitlərdir. Qalın saitlərin ahəngi gözlənilmişdir. Minbər sözündə incə sait də var. Yazılışı ilə deyilişi fərqlənmir. Minbər də fərqlənir, pambıq da fərqlənir. Səs və hərf tərkibi dəyişir. Bəli, ikisində də dəyişir. Minbərdə n, m kimi tələffüz olunur, pambıqda q, x kimi tələffüz olunur. Demək, ortağa yazılmalıdır D variantı.
51. Tərkibindəki sözlərin hər ikisinin fərqli tələffüz olunduğu birləşməni müəyyən edin. Corab fərqli tələffüz olunur, amma fabriki fərqli tələffüz olunmur. Bulut fərqli tələffüz olunur, topası fərqli tələffüz olunmur. Qonaq fərqli tələffüz olunur, otağı fərqli tələffüz olunmur. Sümbül n kimi, dəstəsi sözündə d kimi tələffüz olunur. Cavabımız olur D variantı. 52. Hansı birləşmədə birinci sözün bu cür tələffüz edilməsi yanlışdır? 4 nəfər düzgündür, yazılış 4 formasındadır. Özündən sonra samitdən başlayan söz gəldiyinə görə d kimi tələffüz olunur. Ərik ağacı, yazılış ərik formasındadır. Özündən sonra saitdən başlayan söz gəldiyinə görə k kimi tələffüz olunur. Qonaq otağı, demək, yazılış qonaq formasındadır. Özündən sonra sait gəlir. Bu qonaq yox, qonaq formasında tələffüz olunmalıydı. Cavabımız C variantı. Zambaq dərmək, yazılış zanbaq formasındadır. N-dan sonra b gəldiyinə görə n kimi tələffüz olunur. Demək, dərmək sözdən sonra samitdən başlayan söz gəldiyinə görə qıda x kimi tələffüz olunur. Cavabımız C variantıdır. 53. Hansı birləşmədə birinci sözün son samiti yazıldığı kimi tələffüz olunmur? Armud ağacı yazıldığı kimi tələffüz olunur, çünki özündən sonra saitdən başlayan söz gəlir. Palıt qozası yazıldığı kimi tələffüz olunmur, çünki özündən sonra samitdən başlayan söz gəlir. Ordubat olduğu kimi tələffüz olunur, özündən sonra saitdən başlayan söz gəlir. Bulud axını olduğu kimi tələffüz olunur, yenə özündən sonra saitdən başlayan söz gəlir. Cavabımız B variantıdır. 54. Yazılışı ilə deyilişi fərqlənməyən qoşu samitli sözlərin cərgəsini müəyyən edin. Hətta, 8, bunlar fərqlənir. 50 fərqlənmir. Mütəkkə fərqlənir. Güllədən amma fərqlənmir. Amma, güllə, addım. Bunların yazılışından tələffüzü fərqlənmir. Şillə fərqlənmir. Güp-bultu fərqlənir. Hətta fərqlənir. Cavabımız C variantıdır. 55. Bəndlərdən birində birinci sözün yazılışı səhvdir. İsmin halları düzgündür, çünki isim alınma mənşəli sözdür. Buna saitdən başlayan hal və yaxud da ki, mənsubiyyət şəkilçisi artıranda kökdəki sait düşür. Bizdən birinci sözün deyir, insanın, bu da düzgündür. Çiyinin düzgündür, çünki çiyin milli mənşəli sözdür. Burada artırılan hal şəkilçisidir deyə kökdəki sait düşmür. Oğlun yaxşısı, oğul milli mənşəli sözdür. Burada artırılan şəkilçisi yiyəlik hal şəkilçisidir deyə oğlun yox, oğulun formasında olmalıydı. Cavabımız D variantıdır. 56. Saitdən başlayan şəkilçisi artırdıqda sonundakı samiti dəyişməyən sözlərin cərgəsini müəyyən edin. Çörəyin dəyişir, köynəyin, diləyin. Gözəlliyin, mərdliyin, çiçəyin dəyişir. Yanağın, dayağın, qaynağın dəyişir. Amma şəfəqin, poladın, ağacın burada dəyişmir. Cavabımız C variantıdır. 57. Yazılışı ilə deyilişi fərqlənməyən sözlərin cərgəsini müəyyən edin. Vətən fərqlənmir, sual fərqlənmir, amma hətta qoşa t olanda t-dır formasında tələffüz olunur. Əlbəttə fərqlənir, rəng, saz fərqlənir, era fərqlənmir. İddia, idananın arasına ya artırılır, dovşan fərqlənmir, addım fərqlənmir. Qirayət fərqlənmir, fauna fərqlənmir, sual fərqlənmir. Cavabımız olur D variantı. 58. Hansı birləşmədə hər iki sözün yazılışı səhvdir? Demək, zənbil, almaq yox, yazılış almaq olmalıdır. Yəni, deyiliş formasında verilibdir. Elə cavabımız A variantıdır. Qonaq otağı düzdür, ərik yazılışda k kimi yazılmalıdır, amma ağacı düzdür, palıd yazılışda d kimi yazılmalıdır, yarpağı düzdür. Cavabımız A variantı olur. 59. Ocaq və yarpaq sözləri ismin hansı halında işlənərkən qığı əvəzlənməsi baş verir? Biz nə etməliyik? Saitdən başlayan halları götürməliyik. Yəlkal, in, un, ün. Yönlükal, a, təsirlikal, i, u, ü. Elə cavabımız olur A variantı. Yəlik, yönlük və təsirlik hallarda qığı əvəzlənməsi baş verir. Gəlin yoxlayaq. Ocağın, yarpağın, ocağa, yarpağa, ocağı, yarpağı. 60. Birinci sözün
tələffüzünə əsasən məntiqi ardıcılığı tamamlaya bilən ifadəni müəyyən edin. Bulut topası. Kar tələffüz olunur, çünki özündən sonra samitdən başlayan söz gəlir. 4 nəfər. Kar tələffüz olunur, çünki özündən sonra samitdən başlayan söz gəlir. Kənd həyatı. Kar tələffüz olunur, çünki özündən sonra samitdən başlayan söz gəlir. 4 adamda demək cingiltili tələffüz olunur, çünki özündən sonra saitdən başlayan söz gəlir. Palıd yenə olduğu kimi tələffüz olunur, özündən sonra saitdən başlayan söz gəlir. Azad olduğu kimi tələffüz olunur, özündən sonra saitdən başlayan söz gəlir. Amma palıd yarpağı burada d-tıya çevrilir, çünki özündən sonra samitdən başlayan söz gəlir. Bizə də bu lazım idi. Cavabımız olur C variantı. 61. Verilmiş cümlələrdən birində səs və hərf tərkibi fərqlənən söz işlənməmişdir. Demək, səs və hərf tərkibi fərqlənməsin. Mən atamın tapşırığını yerinə yetirməyə çalışaram dedi. Burada yoxdur. Səs və hərf tərkibi fərqlənməyən. Elə burada A variantındadır. B variantında məsələn ixtira yazılır, ixtira formasında deyilir. Və burada zəmanəsidir sözündə də R tələffüz olunur. Zəmanəsidir formasında tələffüz olunur. Daha sonra məsələn C variantında bacarıqlı sözündə qx kimi tələffüz olunur. Ustası sözündə t-d kimi tələffüz olunur. D variantında təqsiri sözündə q kimi tələffüz olunur. Demək, hamısında səs və hərf tərkibi fərqlənən söz işlənmişdir, amma A variantında işlənməyib. 62. Gənc sözünün sonundakı samitin kar və ya cingiltili olduğunu necə bilmək olar? Demək, bir daha deyirəm, sözün sonundakı samitin kar və ya cingiltili olduğunu necə bilirik? Özündən sonra saitdən başlayan şəkilçi və ya söz artırmaqla. Demək, burada özündən sonra oğlan sözünü işlətməkdən. Cavabımız olur B variantı. 63. Hansı nümunədə birinci sözün son samiti cingiltili tələffüz olunur? Nə zaman cingiltili tələffüz olunacaq? Özündən sonra saitdən başlayan söz gələrsə. Bulut kardır, corab kardır, ağac kardır, çünki özündən sonra samitdən başlayan söz gəlir. Amma palıd ağacı burada cingiltilidir, çünki özündən sonra saitdən başlayan söz gəlir. Cavabımız B variantıdır. 64. Aşağıdakı cümlələrdə fərqləndirilmiş sözlərdən hansında verilmiş qayda öz əksini tapmamışdır? Demək, M samiti söz tərkibində bu və M samitlərindən əvvəl işləndikdə M kimi tələffüz olunur. İndi görək, harada bu öz əksini tapmayıb. Zəmbil, bəli, n-dan yazılır, M kimi tələffüz olunur. Amma kombayn sözündə burada istisna sözlərdəndir ki, elə M-dan yazılır, M-dan da tələffüz olunur. Ona görə də cavabımız B variantıdır. Sümbül, n-dan yazılır, M-dan tələffüz olunur. Samballı, n-dan yazılır, M-dan tələffüz olunur. 65. Saitdən başlayan şəkilçi artırdıqda son samiti dəyişən sözlərin cərgəsini müəyyən edin. Kürkün dəyişmədi. Papağın dəyişir, nitqin dəyişmədi. Soyğun dəyişir, kəpənəyin dəyişir, papağın dəyişir. Bizdən də dəyişənləri istəyirdi, ona görə cavabımız B variantıdır. Müdrikin dəyişmir, əriyin dəyişir, idrakin dəyişmir. Məşqin, nitqin, vərəqin. Burada da dəyişmir. Bizə dəyişənlər lazım idi, cavabımız B variantıdır. 66. Tələffüz şəklində verilmiş sözlərdən birinin yazılışında n samiti yoxdur. Yəni ki, elə yazılışda da m-dan yazılsın. Şənbə n-dan yazılır, zənbil n-dan yazılır, günbəz n-dan yazılır. Demək, A, B, C variantındakı sözlər n-dan yazılır, m-dan tələffüz olunur. Amma embargo sözündə elə m-dan yazılır, m-dan da tələffüz olunur. Cavabımız D variantıdır. 67. Hansı cümlədə fərqləndirilmiş sözün tələffüzü doğrudur? Qonaqlar formasında olmalıydı. Təqsiri formasında olmalıydı. Oyuncaq formasında olmalıydı. Əlaqə düzgündür. Cavabımız C variantıdır. 68. Hansı bənddə nöqtələrin yerinə M hərfi yazılmalıdır? Şənbədə n-dır, zənbildə n-dır, günbəzdə n-dır, amma pambıqda m-dır. Cavabımız olur C variantı. 69. Hansı cərgədəki sözlərin hamısında nöqtələrin yerinə qoşa y yazılmalıdır? Niyyət qoşa y-dır, xasiyyət qoşa y-dır, müəyyən
qoşa yedi. Ehtiyatda 1 yedi. Ədəbiyyat 2 yedi. Saniyə 1 yedi. Tövsiyə 1 yedi. Qafiyə 1 y. Təkkiyə 1 y. Səyyah 2 yedi. Himayə 1 yedi. Qabiliyyət 2 yedi. Demək cavabımız olur. Bizə 2 dənə y deyirdi. Cavabımız olur A variantı. 70. Eynizinsli qoşa samitlə bitən tək hecalı sözlərə samitlə başlanan şəkilçi artırdıqda sözün kökündəki qoşa samitlərdən biri düşür. Qaydasına tabi olmayan sözün işləndiyi cümləni müəyyən edin. Demək, şəkilçi artırdıqda qoşa samitlərdən biri düşür. İndi bu qaydaya tabi olmayan. Elə A variantındadır. Çünki his sözüdür. Demək, bizə deyir ki, samitlə başlanan şəkilçi artırdıqda sözün kökündəki qoşa samitlərdən biri düşür. His sözündə düşmə olmur. Çünki his sözü də var. His sözü də var. His, yəni ocaqdan çıxan his, hiss olanda insanın hissi, duyğusu mənasında işlənmiş olur. Səd sözündə baxın, samitdən başlayan şəkilçi artırılıb deyə d-nın biri düşübdür. Sonra sir sözü samitdən başlayan şəkilçi artırıldığına görə r-nın biri düşübdür. Sonra sirrini verməyir sirdaşa dünya. Yenə burada da sirdaş sözündə özündən sonra samitdən başlayan şəkilçi artırıldığına görə r-nın biri düşübdür. Ona görə cavabımız olmalıdır A variantı. 71. Uyğunluğu müəyyən edin. 1 saytlə yazılanlar, 2 saytlə yazılanlar. Demək, həbs, burada bu dansın arasına heç nə artırılmır. Bir dənə saytdən yazılır. Bir də hansında adı cəbr. 1-ə yazmalıyıq A və C. Meyil, burada i var, 2 saytdən yazılır. Bir də qədir, i var, 2 saytdən yazılır. 2-yə də B, D. Cavabımız olur A variantı. 72-ci sual. Hansı bənddə sual işarəsinin yerinə sait yazıla bilməz? Hüzün sözündədir. Hüzün formasında yazılır. Səbir, i var. Çiyin, i var. Heyif, i var. 73. Hansı bənddə sözün yazılışı ilə deyilişi ilə bağlı uyğunluq pozulmuşdur? Demək, hökümdar, hökümdar formasında tələffüz olunur. Bu düzdür. Rəhimdir, bu da düzdür. Silindir, demək, silindir. Burada, demək, silindir. Bu, d-dan arasına i artırılmalı deyil. Ona görə cavabımız olur C variantı. Sehirkar, demək, sehirkar da düzgün verilibdir. Cavabımız C variantıdır. Bugünkü izahımız bu qədər. Sağ olun, növbəti izahlarda görüşənədək.